İranda ötən ilin son günlərində başlayan etirazlar çox qısa müddətdən sonra hökumət qüvvələrinin zorakılığı ilə üzləşib. Artıq 2026-cı il yanvarın 1-də ölkənin Luristan, İsfahan, Çaharmahal və Bəxtiyar əyalətlərində azı 7 etirazçının öldürüldüyü barədə xəbərlər yayılıb. Zorakılığın miqyası genişləndikdə İranda internet tamamilə kəsilib və telefon rabitəsi məhdudlaşdırılıb. Bu da müstəqil xəbərləri və daxildən təsdiqlənə bilən məlumat axınını ciddi şəkildə əngəlləyib. Rabitə kəsiləndən bəri İran xaricindəki media qurumları və insan haqları təşkilatları ölənlərin sayı ilə bağlı çox müxtəlif rəqəmlər təqdim ediblər. Çox vaxt şahidlərin dağınıq ifadələrinə, sızan videolara, anonim mənbələrə, tibb işçilərinə və ya ictimai fəallara əsaslanan bu məlumatlarda ölü sayı tez bir zamanda minlərlə nəfərə çatıb. İndiyə qədər səslənən ən yüksək rəqəm Amerika Birləşmiş Ştatlarının CBS telekanalı tərəfindən İran daxilində və xaricindəki mənbələrə istinadla bildirilən 20 min rəqəmi olub. Bütövlükdə bu məsələ ilə bağlı müstəqil yoxlama çox çətin olaraq qalır. Tam rabitə məhdudiyyətləri mövcuddur. Bu da çox fərqli iddialara səbəb olur. Hesablama metodologiyaları müxtəlifdir və ölənlərin sayını bildirən bir neçə təşkilat İran xaricində yerləşir. Bəzi rəqəmlər hər bir hal üçün ayrıca yanaşma yolu ilə müəyyən edilir. Digərləri anonim mənbələrə əsaslanır. Nəticədə yayılan rəqəmlər fərqlidir və qəti statistikanı təsdiqləmək üçün müstəqil mexanizm yoxdur. Bu qeyri-müəyyənliyə baxmayaraq əminliklə demək olar ki, hazırki etirazlar İslam Respublikasının yaranışından bəri İranda ən çox ölümlə nəticələnən zorakılıq dövrü olub. Vaşinqtonda yerləşən insan haqları fəallarının xəbər agentliyi İrana son etirazlar haqqında gündəlik statistikanı ardıcıl olaraq dərc edən azsaylı mənbələrdən biridir. Təşkilatın son hesabatında təsdiqlənmiş ölənlərin sayının 5002-yə, araşdırılan ölənlərin sayı isə 9787-yə çatdığı bildirilir. Etirazlar zamanı ən azı 7391 nəfər ağır yaralanıb. Həbs olunanların ümumi sayı isə 26852-yə çatıb. Hesabata görə ölkənin 31 əyalətində 192 şəhərdə ictimai etirazlar qeydə alınıb və sənədləşdirilmiş mitinq və etirazların ümumi sayı 633 olub. İrana qurbanlar arasında 18 yaşdan kiçik ən azı 40 uşağın da qeydə alındığını açıqlayıb. Ölənlərin sayına həmçinin 201 hökumət nümayəndəsi və hərbi təhlükəsizlik qurumları ilə əlaqəli qüvvələr, eləcə də etirazlarda heç bir rolu olmayan 39 mülki şəxs daxildir. Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı yanvarın 19-da kifayət qədər sənəd əldə edənə qədər gündəlik rəqəmləri dərc etməkdən çəkinəcəyini bildirib. Təşkilat 14 yanvar tarixli son statistik hesabatında ən azı 3428 etirazçının ölümünü təsdiqləyib və bunun dırnaqarası etibarlı mənbələrdən alınan sənədlərə əsaslandığını vurğulayıb. Qurum bu rəqəmin yalnız birbaşa və ya iki müstəqil mənbə vasitəsilə təsdiqlənmiş və xəstəxana və morq qeydləri ilə uyğun gələn halları əhatə etdiyini bildirib. Londonda yayımlanan İran International televiziyası yanvarın 13-də İran Ali Milli Təhlükəsizlik Şurasına yaxın mənbədən, prezident aparatındakı iki mənbədən və Sepah'dakı bir neçə mənbədən aldığı məlumatları təhlil etdiyini və bunun təkcə 8-9 yanvar tarixlərində azı 12 min insanın öldürüldüyünü göstərdiyini açıqlayıb. İran International əlavə edib ki, ciddi rabitə məhdudiyyəti şəraitində bu məlumatı yoxlamaq çətin olaraq qalır. Britaniyanın The Times qəzeti yanvarın 17-sində hadisə yerində olan həkimlərin ən azı 16500 etirazçının öldüyünü və 330 min nəfərin yaralandığını təxmin etdiyini yazıb. Qəzet 8 böyük göz xəstəxanasından və 16 təcili yardım şöbəsindən toplanan rəqəmlərə əsasən ölənlərin sayının 16500-18000 arası olduğunu bildirib. Reuters agentliyinin yanvarın 18-də yaydığı məlumata görə adı açıqlanmayan İran rəsmisi təxminən 500 təhlükəsizlik məmuru da daxil olmaqla ən azı 5000 nəfərin öldüyünü təsdiqləyib. Yanvarın 21-də İran Daxili İşlər Nazirliyinə bağlı Milli Təhlükəsizlik Şurası ölkədə baş verən etirazlarda ümumilikdə 3117 nəfərin öldürüldüyünü bildirib. Bu, ölkə miqyaslı etirazlar başlayandan bəri ölənlərin sayı ilə bağlı ilk rəsmi statistika olub. Şura bildirib ki, ölənlərdən 2427-si günahsız insanlar və asayiş keşişçiləri olub. Onlar şəhid adlandırılıb. Onların ölümlərinin səbəbkarları isə terrorçu kimi təqdim edilib. Bəyanatda öldürülən digər 690 nəfərin adı açıqlanmayıb. Daha əvvəl yanvarın 14-də İran Xarici İşlər Naziri Abbas Əraqçı Fox News kanalında müsahibəsində 12 min və ya daha çox ölüm xəbərini əsassız adlandırıb və Amerika Birləşmiş Ştatlarını müdaxiləyə məcbur etmək üçün İsraili ölənlərin sayını qəsdən şişirtməkdə ittiham edib. O, terrorçu adlandırdığı şəxslərin xaos yaratmaq və Amerika Birləşmiş Ştatları prezidenti Donald Trumpı münaqişəyə cəlb etmək üçün mülki şəxsləri və polisi öldürdüyünü iddia edib və əlavə edib ki, ölü sayı barədə əsl rəqəm yüzlərlədir. Bundan 3 gün sonra İranın ali rəhbəri Ayətullah Əli Xameneyi ixtişaşçılar və üsyançıların bir neçə min insanı öldürdüyünü bildirib və ixtişaşlara görə Trampı, xarici kəşfiyyat orqanlarını, İsraili
və aldanmış gəncləri günahlandırıb. İran məhkəmə hakimiyyətinin sözcüsü Əsqər Cahangir etirazlarda 12 min ölüm hadisəsi ilə bağlı xəbəri tamamilə yalan adlandırıb və bunun real rəqəmlərdən uzaq olduğunu bildirib. O, həmçinin cəsədlərin qaytarılması üçün ailələrdən pul alındığı barədə xəbərləri təksib edərək məhkəmə prosedurlarının pulsuz olduğunu bildirib. Beləliklə, rəsmi və şəffaf hesabatların olmaması, mediaya sərbəst girişin məhdudlaşdırılması təkcə etirazlar haqqında məlumat vermək deyil, həm də baş vermiş qırğının həqiqi miqyasını, ölən və yaralananların sayını dəqiq qiymətləndirməyi olduqca çətinləşdirib. Belə bir şəraitdə dərc olunan rəqəmlər arasında uyğunsuzluqların olması anlaşılandı. İran rejimi öz vətəndaşlarına qarşı törətdiyi cinayətləri ciddi cəhdlə gizlətməyə çalışdığından ölümlər barədə dəqiq məlumatların hələ bu tezliklə bilinməyəcəyini söyləmək olar. Bu baxımdan 2019-cu ilin noyabr ayında baş verən etirazlarla bağlı vəziyyəti xatırlatmaq yerinə düşər. Beynəlxalq təşkilatlar həmin vaxt İranda 1500 nəfərin öldüyünü bildirmişdi. İran hakimiyyəti isə bu rəqəmi tam yalan adlandıraraq öldürülən insanların sayının 200-225 arasında olduğunu açıqlamışdı. Görünən odur ki, İran hakimiyyəti yenə həmin təcrübəni təkrarlamaq və etirazçılara qarşı vəhşiliklərin miqyasını kiçiltməklə məsuliyyətdən yayınmaq yolunu tutub.